Salam. Bu dəfə kanada mamam yox, mən qarşılayıram sizi. Çünki bugün günlük həyatımdakı şeyləri çox yaxşı bacardığımdan aşçılığa da girişirəm. Chocolate chip cookies bişirəcəm. Hər yerdə qabağıma çıxır. Hər yerdə qabağıma çıxırdı. Dedim mən də bişirim, yəni çünki çox ləzzətli görsənir. Hələ ingredient hazırlamamışam. Bunları hazır. Bilgilərimi oğurlamağa çalışırlar. Amma ikinci dəfədir yalandan mənə SMS göndərirlər ki, "Axan, bu linka girin, sifarişinizi göndərə bilmirik." Mənim sifarişim zad yoxdur, Temudan ancaq. Bilsiz mən nə edəcəm? Amma yumurta sarısı ayıracağam. Bunu da əlavə edim dedim. Həyatımda heç yumurta sarısı ayırmamışam. Dayandım. Deməli yumurtanın ağını bura əlavə edəcəm. Çünki mamam dedi ki, saxlayırmış nəysə işlədirmiş. Dırnaqlarımı düzəltdim, onu görəcəkdir. Çıxarım harbiyim, həm barbiyim. Maksimum nə ola bilər ki? Ay Allah. Ay. Arkadaşlar bacardım deyəsəm. Arkadaşlar mən həyatımda ikinci dəfədir bir keks ya da bir tort, nəsə bu baking üçün mutfağa girirəm. İlk dəfə girəndə 7 yaşım var idi və xalam qızına ad günümə hazır xəmirdən tort pişirirdim, yəni düşünün. Bu qızın əlindən hər şey gəlirdi Allah. Buna baxın nə qəşəngdir. Belə yumurta, siz heç belə yumurta sarısı görmüsünüz. Amma necə saxlayacağım? Mən niyə bunun burada nələrdir? It was at this moment that he knew. He fucked up. Bura qoysan nasıl olar? Baxın arkadaşlar necə silirəm, amma gör bunları, necə silirəm. Bir də mənə pimp müamiləsi eləyirsiniz, necə silirəm. Gəldim, özümə çox qəşəng dizənək qurdum. Deməli arkadaşlar hər şey hazırdır. İçinə nələr vuracağım onu anlatacağım. Hadi heyecanlandım. Arkadaşlar 115 qram yağımız var. 80 qram normal şəkərimiz var. Əsmər şəkərimiz var. O da 80 qramdır. Tamam, 238 qram unumuz var. Arkadaşlar lütfen gülməyin. Önemli olan öğrenmek, bilmemek değil, öğrenmemektir. Eyib olan. Sonra da vanilyalarımız bir şeylerimiz var. Bunlar bir yarım tablespoon çay qaşığıdır. Bir tam yumurtamız, bir de ancaq yumurtanın sarısı var. Ay. Bunu açdım belə. Buna yağımı bocalıyorum. Sonra bunu dedi ki, krem halına gələnə kimi yoğurun. Amma mən yəni bu narin əllərimi bunu yoğurmaq üçün istifadə edirəm. Ona görə mikseri aldım. Tamam, taxdım. Ay. Yox, dəqiqə. Tamam. Dəqiqə, bunu yerinə qoyum. Mama əsəbləşir sonra. Mama onu yerinə qoyum. Mən əslində şokolata lazım çünki mən Milkanı daha çox bəyənirəm. Yadımdan çıxdı almaq. Belə bir şey tapdım necə bunu götürəndə. Bu da şokolad da vurmalısınız. Çünki əsl olay chocolate chip cookies'dir. Aa, anne kırılıp ben kırmadım bu arada. Şeyin içinde kaldı axı bu. Bunun içinde kaldı diye bu. Bu yağın hamısı bunun içinde kaldı. Ne kaşa qoxu. Ayda. Bu qoxu siz mənə nəyi xatırlatdı? Mama xala falan bir yerdə tək pişirəndə həmişə bu qoxu gələrdi. Mən də deyirdim nəyə qoxusu? Yağın qoxusuymuş arkadaşlar. One eternity later. Deməli, indi desən şəkərləri əlavə edəcəm. Yumurtanı əlavə edəcəm. Çox şəkərli olmadı belə görəsən ama. Bu da əsmər şəkərimiz. Verir size düzenli tarifinde. Bunun içine dolur axı. Bunun içine dolur axı. Az da ona göre. Problem yok. Yavaş aşağıya eləyəcəm, yenə qarışacaq. Sən niyə? Dolmasın deyə. Təmir şeyinin yerinə bunu koyursan. Krem şeyi koyursan. Arkadaşlar biabır oldu. Bir şeyleri yanlışdı burada ama tuta bilmirəm nə yanlış. Xəmir eləyəndə bundan eləyirsiz. Tam spor.
Ama bunun kabartma tozu olduğunu əminsən? Yox, bu mayadır. Aşırı yarım. Yox, bir bəsdir. Çox olacaq. Emin misin? Çünki o Türk reseptidir. Yo. Hə. İngiliz, Amerikan. Annesi Xəyali. Xəyali. Amma sən chocolate cookies krabi reseptin yoxdur. Var. Mən elədiyim direkt başqa bir reseptdir. Vanil hamısını da tökə bilərsən. Əminsən? Hə. Nə ziyanı var ki onun? Tökdüm. Sağ qulağımı niyə sol əlindən qaşıyırsan? O Ay anda- çox zəkice bir atalar sözü elədim. Amma mən o şeyi tapıb bəyənmirəm, hələ də tapanmamışam. Mən bir dənə deyim axtarıram, neçə gündür də. Filanı tapıb bəyənmir. Bilirsinizsə yorumlara Yayda yazın. qar tapıb bəyənmir. Yox. Bilirsinizsə yorumlara yazın. Bax, belə qarışdı, bunu əlavə elə. Yavaş. Hə. Azız. Unu yavaş qoyuruq, çünki Aparatı uçmasın. da yavaş qoyda qoyulur, uçmasın. Masterchef-ə qatılmağı düşünürəm. Bir dənə sevdən. Hayır ya, mən özümə aid şeylər əgər əlavə eləsəm, reseptdə məncə orijinal, marjinallığımla qanlı çikolatələrimizi döküyoruz. Giriyorum. Qarışsın bir-birinə. Dırnaqlarına döksün. Oy, nə qəşəng oldu. Ay, ben yapardım da. Mən eləyərəm də pis olasın. Bir də mənlə dalga keçirsiniz ki, Leyla yumurta qırabı. Yumurta qırabından bu deyil. Baxın nə qəşəng oldu. Siz görəmirsiniz tabii. Pişirməliyəm mən bunu. Qarışdırdım da, bəs eləmi? Çiğ yumurta, un. Nasıl? Heyvandan gəlir. Hay? Hamısı heyvandan gəlir. Təbiət. Təbiəti əpişək. Bu hazırdır, dough hazırdır. Mən elədim. Shout out to my mama. İndi mən bunları çox balaca eləyim də. Çünki şişib nə boyu olacaq. Görürsünüz, biz də biriləriyiz. Baxın, minnoş. Ya arkadaşlar, baxın, mən həm Harbiyəm, həm Barbiyəm. Görsən, mən TikToka elə belə girmirəm və TikTokda bunlara baxıram. İndi illərin deneyimidir. YouTuber'ı. Vloger. Sən bir hamısını istəsən yoxlamaq. Baxacaqsan ki, əslində hamısı rahatdır. Əylənirəm ya, Allah haqqı. Amma məsələn, bunu niyə yoxladım? Çünki çox dadlı, görsənirdi. Dözə bilmədim də o şey. Mən belə yəni... Yox, mən öz-özümə dedim ki, Leyla demək bu şeylərə həvəsi başlayır. Əşi, yox. Olur da bir dönəmdən sonra. Mən hələ də pişirməmə tərəfdarıyım. Bu prosta çox xoşuma gəlir. Dadını çox merak edirəm. Starbucksda da 10 manata zada satılır. Dəliyəm mən gedim 10 manata. Dənəsi. You know what he said to me? He was like, "You're so rude," and I was like, "Boy, does it look like I?" Arkadaşlar, kukilərim hazırdır. Buna baxın. Kukiləri qoyuram pişməyə. Görsən nə qədər pişəcək. Neyse videoya baxaram. İnşallah qəşəng olar. İstilaya uğrayıram rəsmən. Arkadaşlar, biabırçılıq səhv şey eləmişəm. Mən bunu 30 dəqiqə dondurmalıymışam. Birinci ən az 30 dəqiqə, 1 saat donduracam mən. Sonra pişirməliymişəm. 45 dəqiqə keçsə də 50-55 dəqiqə falan keçir. Yəni təxminən 1 saat falan oldu. Çıxartıram indi. İnşallah qəşəng olar. İndi bunu qoyacağam. Biz 180 dərəcədə pişirirəm. Altı üstü qoyacağam. Təxminən desəm 15-20 dəqiqə pişirəcəm. Kukilərim pişdi. Çok qəşəng. Çok qəşəng. Yapıyorum sporu. Qəşəng.
10 üzerinden puan ver. 9. 1 puan vermem. Lütfen ergə Kurudur. quru deyil. Şəkər tozu bez diri qalır. Onu yaxşı belə çalmaq olardı. Gələn reseptlərdə görmək üzrə. Gələn dəfə də yəqin çiyələklə chip cookies falan edərəm. Çərəyin mövsümü idarə edib. Bye bye.